Salam, hər vaxtınız xeyir olsun. Ekspert rəyinin növbəti buraxılışı ilə xidmətinizdəyik və bu gün biz dövrümüzün ən aktual məsələlərindən biri 50-lik haqqında danışacağıq. Daha doğrusu 50-liyin təyin edilməsi, 50-liyin qiymətləndirilməsi prosesi haqqında danışacağıq. Bu barədə bu istiqamətdə suallar çoxdur və bununla bağlı cəmiyyətdə daim müzakirələr gedir. Bu və ya digər səbəbdən narazı olanlar var, narazı olan vətəndaşlar olur və İndi bu verilişimiz boyu, bugünkü söhbətimiz boyu verilişimizin qonaqları ilə, ekspertlərimizlə ümumiyyətlə 50-lik nədir? 50-lik meyarları hansılardır? Və 50-lik ilə bağlı hansı məsələləri bilmək lazımdır? Bu barədə müzakirə edəcəyik. Qonaqlarımızı təqdim etmək istəyirəm. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Departament Müdiri Rahim Hüseynov. Rahim müəllim, salam. Salamlayırıq sizi, xoş gəlmisiniz. Və Tibbi Ərazi Bölmələrini İdarə Etmə Birliyinin böyük məsləhətçisi Cavid Qədirli. Cavid müəllim, sizə də salamlayırıq. Xoş gəlmisiniz. Çox sağ olun ki, bizə vaxt ayırdınız. Və Rahim müəllim, istədim elə əvvəlcə sizdən başlayaq. Ötən ilə nəzər salaq. 2024-cü ildə 50-lik alan vətəndaşların sayı nə qədərdir? Mən də sizi və qonağınızı salamlayıram Şahin müəllim ilk öncə və bildirmək istərdim ki, 2024-cü ilin müvafiq yanvar-dekabr ayları ərzində ölkə üzrə 48.200 vətəndaşımıza 50 təyinat aparılmışdır və bu 50 təyinatlarından 24.000-i təqribən 50%-i ilkin 50 təyinatıdır, digər yarısı isə, digər 50%-i isə təkrar 50 müraciətlər nəticəsində 50 təyinat aparılmış şəxslərdir. Və bu yerdə növbəti sual meydana çıxır, Cavid müəllim. Xüsusən biz bilirik ki, hamımız bilirik, sosial şəbəkələrdən, kütləvi informasiya vasitələrindən və s. bəzi vətəndaşlar bu və ya digər səbəbdən sağlamlığında müəyyən problemlərlə özləşən, xəstəlik səbəbindən, xəsarət səbəbindən və s. səbəblərdən və 50-lik ala bilməyən vətəndaşlar olur ki, 50-lik almaqla bağlı müraciət edirlər və 50-lik ala bilmirlər. Bu yerdə növbəti sual meydana çıxır ki, 50-lik ümumiyyətlə nədir? Biz hansı şəxslərə, hansı vətəndaşlarımıza 50-liyi olan şəxs deyə bilərik və qiymətləndirmədən bu adama belə bir status verilə bilər? Öncə dəvətiniz üçün təşəkkür edirəm. Siz və qonağınızı salamlayıram. 50-lik şəxsin xəstəlik, qəza və ya hər hansı bir şəkildə, yəni aldığı xəsarətin müalicəsindən sonra qalıq əlamətləri qaldığı halda, yəni vətəndaşa təyin olunur, 50-lik dərəcəsi müəyyənləşdirilir. Bu, sosial adaptasiyanın, yəni hər hansı bir formada pozulmasıdır. Yəni biz bu şəxsləri ekspert rəyləri əsasında, onların keçdiyi xəstəlik nəticəsində təqdim etdikləri sənədlərə əsasən xəstəxanalarda epikrizləri, müayinə sənədləri və digər sənədlər əsasında müəyyənləşdiririk. Onun əsasında da yəni 50-lik təyin olunur. Bu şəxs yəni 50-lik hüququnu o zaman qazanır və o zaman da imtiyazlı olaraq yəni müəyyən güzəştlərdən istifadə edir. Rahim müəllim, bu kriteriyalar və ola bilər ki, sizin də əlavələriniz var və ümumiyyətlə bu kriteriyalara uyğun 50-liyin qiymətləndirilməsi zamanı imtina verilən vətəndaşların sayı çox olurmu? Yəni 50-lik müraciət edən və imtina alan vətəndaşların sayı? Bəli, bildiyiniz kimi 50-yin qiymətləndirilməsi mövcud vəziyyətdə elektron sistem üzərindən daxil olmuş Form 8-in qiymətləndirilməsi nəticəsində baş verir və mövcud vəziyyətdə Form 8-in içərisində vətəndaşımıza aid xəstəlik məlumatları əsasında yoxlamalar aparır və həkim ekspertlər tərəfindən xəstəni görmədən sadəcə Form 8-in içərisində yazılmış məlumatlar əsasında qiymətləndirilir. Bəzi hallarda həkim ekspertlərə bəzi məlumatlar kifayət etmir və 50 təyinatı üçün 50-yin aparılması üçün qərar məsələsində biraz təzadlar olur və belə olan halda bəzi hallarda... Yəni nə hallarda... olmalıdır ki, Rahim müəllim, hansı meyarlar olmalıdır ki, buna qərar verən məmur, hər hansı bir ekspert, mütəxəssis 50-lik təyin etsin vətəndaşa. Desin ki, bəli, bu insana, bu vətəndaşa 50-lik təyin edilə bilər. İlk öncə Form 8-in rəsmiləşməsi ilə bağlı 12 nömrəli qərarın tələbləri var. O xəstəlik, müəyyən xəstəliklər var, hansı xəstəliklərdəki hansı sənədlər tələb olunur, nə qədər yatışlar tələb olunur, bu məlumatlar öz əksini tapmalıdır. Digər tərəfdən Form 8-i rəsmiləşdirərkən xəstəyə aid məlumatlar kifayət qədər geniş olmalıdır. Bildiyiniz kimi hər xəstəliyin özünə uyğun olaraq minimum müayinə metodları var və bu minimum müayinə metodlarında bütün məlumatlar öz əksini tapmalıdır ki, həkim ekspert onun haqqında qərarı verə bilsin. Və 50-yin qiymətləndirməsi mövcud vəziyyətdə Nazirlər Kabinetinin 182 nömrəli qərarı ilə tənzimlənir
və bu qərarın tələblərinə uyğun olaraq meyarlara uyğunluq varsa artıq və xəstəliyin hər hansı bir nöqsan yoxdursa orada yazılan məlumatlarda rahat bir formada elektron təyinat aparılır. Sadəcə bəzi hallarda ekspertlər 50 səviyyəsindədirmi, deyilmi və yaxud da əlilliyin hansı dərəcəyə uyğun olduğunu dəqiqləşdirmədə çətinlik çəkdikləri halda vətəndaşa müəyyən mənalarda imtinalar verirlər. Yəni atama doldurulması imtinası və yaxud da ərazi çeklərinə yaxınlaş kimi imtinalar verilir. Natamam doldurulması dedikdə nə nəzərdə tutulur? Nədən gedir söhbət? Həkim ekspertə qərar vermək üçün kifayət qədər məlumat öz əksini tapmadığı hallarda. Bu məlumatlar forma 88-də olmalıdır. Tamamilə doğrudur, bəli. Elektron göndərişlərdə öz əksini tapmalıdır. Və bu mən istəyirəm əvvəldən proseduru bir qədər də bizim tamaşaçılar üçün tam aydın izah edək, çox sadə dillə. Əlillik almaq istəyən vətəndaş, sağlamlığında hər hansı bir problem olduğunu düşünən və ona əlillik almaq hüququnun olduğunu düşünən vətəndaş tibb müəssisəsinə müraciət edir. Qeydiyyatda olduğu tibb müəssisəsinə müraciət edir, şikayətini bildirir və onunla bağlı burada həmin o tibb ocağında müəyyən araşdırmalar aparıldıqdan sonra, diaqnoz qoyulduqdan sonra bu diaqnozla bağlı forma 88 doldurulur elektron formada və bu daxil edilir məlumat bazasına. Bəli, Nazirliyin elektron sisteminə daxil olunur. Və bu məlumat bazasındakı məlumatlar əsasında da Dövlət Tibbi Sosial Ekspertiz və Reabilitasiya Agentliyinin mütəxəssisləri, əməkdaşları bu məlumatlar əsasında vətəndaşa əlilliyin düşüb-düşmədiyi haqqında qərar verirlər, düzdürmü? Tamamilə doğrudur. Aha. Bəs natamam doldurulma dedikdə onda biz deyə bilərikmi ki, bu əslində natamam doldurulma həmin vətəndaş tərəfindən doldurulmur təbii ki. Yəqin ki, tibb müəssisəsinin əməkdaşı həkimlər tərəfindən doldurulur, düzdürmü? Bəli. Bu proses haqqında istəyərdim ki, Cavid müəllim məlumat versin. Bax, həkim müayinə apardı və bu və ya digər qənaətə gəlindi, diaqnoz qoyuldu. Bununla bağlı bu proses necə baş verir? Hansı məlumatları daxil edirlər və nə üçün belə bir tez-tez olur əslində bu narazılıqlar ki, natamam doldurulub? Bu nədən baş verir? Yəni orada konkret meyarlar yoxdurmu ki, bu və ya digər o meyarları, bu və ya digər bəndləri deyək, həkim tam doldurursa əgər, burada artıq əslində narazılıq və natamamlıq təəssüratı yaranmamalıdır, düzdürmü? Təbii. Necə baş verir bu proses? İlk öncə vətəndaş yəni tibb müəssisəsinə müraciət edir, qeydiyyatda olduğu və ya yaşadığı yer üzrə tibb müəssisəsinə müraciət edir. Orada vətəndaş müayinə olunur. Müayinə olunduqdan sonra əgər ehtiyac yaranırsa, ixtisaslaşmış tibb müəssisəsinə müayinə və müalicə üçün göndərilir. İxtisaslaşmış tibb müəssisəsinə müayinə və müalicə olunduqdan sonra yenidən qeydiyyatda olduğu və ya yaşadığı yer üzrə tibb müəssisəsinə yaxınlaşır. Orada həkim, yəni o ixtisas həkimi baxır sənədlərə, sənədlər əsasında müəyyənləşdirir ki, vətəndaşın müalicəsindən sonra qalıq əlamətlər hansı səviyyədədir, yəni əlillik dərəcəsini təyin etmək üçün əsas verirmi və o zaman onun sənədini, yəni göndərişini hazırlayaraq həkim məsləhət komissiyasına təqdim edir. Tibb müəssisələrində həkim məsləhət komissiyaları özləri bunu bir komissiya şəklində, yəni nəzərdən keçirirlər. Bütün sənədləri, vətəndaşı da baxırlar. Yəni onlar artıq göndərişin rəsmiləşdirilməsi barədə qərar qəbul edirlər ki, yəni göndəriş rəsmiləşdirilməlidir yoxsa yox. Və ya ola bilər ki, hər hansı bir sənəd yəni yetərli deyil, hər hansı bir müayinə çatışmır. Yəni bunları yenidən vətəndaşı yenidən müayinəyə, müalicəyə göndərməyə ehtiyac yarandığı təqdirdə, yəni yenidən təkrarı müayinə müalicə qərarı verirlər. Bütün sənədlər tam olduğu təqdirdə və əlillik əlamətləri olduğu təqdirdə formun göndəriş rəsmiləşdirilməsi üçün qərar verilir və o zaman göndərişlər reyestrlərinə forma 88 dediyimiz yəni sənəd orada daxil edilir belə sistemə. Yəni sonra təbibdə təsdiqləmə, yəni göndərişlər reyestrlərinin nəzarəti təbibdədir. Təbibdə biz təsdiqləmə prosedurundan keçir. Biz orada yəni sənədlərə bir-bir baxırıq. Onlarda deməli burada da istəyirəm bir qədər dəqiqləşdirək bu məsələni bizim tamaşaçılarımız üçün. Yəni həkim bu və ya digər vətəndaş haqqında məlumatları daxil elədi sistemə. Və sonra bu
təsdiq prosesində keçir həmin təbibdə, düzdürmü? Bəli, həkim məsləhət komissiyası tərəfindən imzalandıqdan sonra təbibdə Yəni yalnız bir təsdiqdən. həkimin belə deyək ki, əlindən keçmir. Xeyr, həkim məsləhət komissiyası. Müxtəlif mərhələlər var. Bəli. Və bu mərhələlərdə əslində həmin bu forma 88-in doldurulmasında hər hansı bir çatışmazlığı, yanlışlığı aradan qaldırmağa hesablanmış bir prosedurdur. Təbii ki. Nazirlər Kabinetinin 187 saylı qərarını az öncə Rahim müəllim qeyd etdi. Yəni 187 saylı qərarın tələblərinə uyğun olmağı, 12 saylı qərarın tələblərinə uyğun olmağı, yəni nəzərdən keçirilir ki, bu hansı bir səviyyədədir. Təbii ki, orada da istisnalar var. Yəni bir nömrəli əlavə var, müddət gözlənilməyən xəstəliklər siyahısı var, müddət gözlənilən xəstəliklər siyahısı var və təkrar əlilliklər. Cənab, bir məsələni də istəyirəm dəqiqləşdirim. Burada bu məlumatı dolduran şəxs, əməkdaş, həkim və ya digər təbibin digər məsul şəxsi. Burada hər hansı bir insan amilindən söhbət gedə bilərmi? Yəni subyektivliyə yol verilirmi? Yoxsa elə məlumatlardır ki, orada bənd-bənd yalnız belə deyək, hə, yox cavabı verməklə qeyd edilir və subyektivlik amili yoxdur. Yox, burada subyektivlik amili, yəni həkimin rəyi yanaşması var. Həkim öz diaqnozunu qoyduqdan sonra ixtisaslaşmış tibb müəssisəsindən gələn sənədləri də eyni dərəcədə baxır, aydınlaşdırır və belə deyək ki, bəli, bəzi hissələr var ki, orada yəni sizin dediyiniz kimi bəndlərdir, onlara hə, yox, yəni müəyyən cavablar verilir. Yəni müəyyən dəqiqləşdirmələrə ehtiyac ola bilər bu məlumatlarda. Bəli, müəyyən dəqiqləşdirməyə ehtiyac olduğu hal olur. Yəni onları apardıqdan sonra artıq həkimin rəyi qeyd olunur. Yəni göndərişdə mühüm hissələrdən biri orada həkimin rəyidir və xəstənin hazırki vəziyyəti, status presens hissədir ki, yəni orada qeyd olunur bütünlüklə xəstənin hazırki vəziyyəti haqqında məlumatlar. Rahim müəllim, bax bu amillərlə bağlıdırmı ki, burada müəyyən subyektivlik amili də var bu məlumatların doldurulmasında ki, sonradan bəzən bu anlaşılmazlıqlar olur, məlumatların natamam doldurulması ilə bağlı məlumatlar gedir vətəndaşlara və s. Bununla bağlıdırmı və bunu necə aradan qaldırmaq olar? Və bu kimi hallar daha çox hansı xəstəliklər üzrə, hansı istiqamətlər üzrə meydana çıxır? Baxın, bir vətəndaşın formal 8 rəsmiləşdirilərkən onun mövcud vəziyyətdəki xəstəliyi deyil, təkcə o deyil. Yəni başqa xəstəliklərdən də nə varsa, yanaşı xəstəliklər haqqında bütün məlumatlar elektron sistemə daxil olunur burada. Həmçinin keçdiyi müayinələr və müayinə nəticələri qeyd olunur. Hansı həkim ekspertlərdən rəy alıbsa, onlar haqqında məlumatlar daxil olunur və həmçinin xəstənin mövcud vəziyyəti haqqında status lokaliz deyilən bir bölmədə o məlumatlar daxil olunur. Daha sonra isə formal 8 sistemə daxil olunan sonra vətəndaşa aid olan bütün məlumatlar hamısı gizlədilir. Yəni şifrələnməyə keçir artıq orada ki, ekspert vətəndaş haqqında qərar verəndə yalnız xəstəlik haqqında məlumatlara əsasən qərar verir. Natamam doldurma əlilliyə imtina demək deyil. Və bu da, mən üzr istəyirəm, burada bir dəqiqləşdirmə aparaq bizim tamaşaçılarımız üçün. Burada müəyyən bir xoşagəlməz halların qarşısını almaq üçün, müəyyən qərəzli qərarların qarşısını almaq üçündür ki, bu açığı deyək ki, rüşvətxorluğun qarşısını almaq üçündür ki, vətəndaşın və yaxud digər əli əyri insanların bu prosesə təsir imkanları sıfıra endirilsin. Ki, qərar verən insan, qərar verən məmur, mütəxəssis kiminlə bağlı qərar verdiyini bilmir. Bəli, tamamilə doğrudur. Və yalnız orada olan diaqnoza əsasən ki, bu vətəndaşın bu xəstəlikləri var və buna əlillik təyin edilə bilər, yoxsa edilə bilməz. Bununla bağlı qərar verir. Bəli. Və belə olan halda həkim mütəxəssislər və həkim ekspertləri orada yazılan məlumatlar əsasında xəstəlik tarixçəsi, həkim rəyləri, bütün xəstəlik tarixçəsində nə varsa hər şey haqqında məlumatlarla tanış olurlar və burada natamam doldurulma dedikdə bu əlilliyə verilmiş imtina deyil, formaya verilmiş imtinadır. Çünki orada istənilən halda hər hansı bir qərarın dəqiqləşdirilməsinə ehtiyac ola bilər. Çünki bu mövcud vəziyyətdə olan diaqnozlarda bəzən
birinci qrup səviyyəsində olan xəstələr olur. Sadəcə bunu dəqiqləşdirmək istəyirlər ki, həqiqətən bu birinci qrup səviyyəsindədirmi və yaxud da müddətsiz xəstələrdirmi və yaxud da orada yazılan mövcud vəziyyətdə olan xəstəliyin səbəbi və yaxud da digər yanaşmalarla bağlı göstərilən analiz nəticələri bir-birini tamamlamadığı halda həkim ekspert hər hansı bir qərarın verilməsinə çətinlik çəkdiyi hallarda artıq bunu tamam doldurma imtinasını tətbiq edirlər. Bəs bu yerdə ola bilər ki, indi verəcəyim suala cavab vermək sizin Rahim müəllim və Cavit müəllim sizin bu sualı cavablandırmaq səlahiyyətiniz yoxdur. Amma yenə də mən sizin fikrinizi öyrənmək istəyirəm. Bir ekspert kimi sizin fikriniz məncə maraqlı olar bizim vətəndaşlarımız üçün də. Burada bu prosesi artıq iki qurum arasında məlumat mübadiləsi prosesinə çevirmək olmazmı? Yəni, hər hansı bir məlumat çatışmazlığı varsa, hər hansı bir anketin natamam doldurulması faktı aşkarlanarsa, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi birbaşa olaraq təbibə müraciət edərək bu məlumatların dəqiqləşdirilməsini istəyə bilməzmi? Yoxsa həmin vətəndaşa imtina verilməsi və vətəndaşın artıq yenidən bu prosesi keçməyə vadar edilməsi bu və ya digər səbəbdən bu olmalıdır, belə olmalıdır? Bəli. Hər iki qurum mövcud vəziyyətdə dost siyasətindədir. Yəni, həm qarşı tərəf vətəndaşın maraqlarına xidmət edir, həm də agentliyimiz vətəndaşın həqiqətən də əlillik vəziyyətindədirsə, əlillik təyinatında maraqlıdır. Çünki burada əlillik verilmir, yəni əlillik onun haqqıdır, o vətəndaşa verilməlidir. Əlbəttə. Belə olan halda biz mütəmadi olaraq qarşılıqlı münasibətdəyik, çox sıx əlaqədəyik və davamlı olaraq təkmilləşdirmə istiqamətində bir çox işlər görülür və demək olar ki, hər ay bir görüşümüz olur, ya istər offline və ya da onlayn görüşlər. Bu görüşlərdə vətəndaşların narazılıqları, şikayətləri, hər bir şey ətraflı şəkildə araşdırılır. Bu natamam doldurma ilə bağlı isə müvafiq elektronlaşdırmaya çox böyük ehtiyac var ki, bu istiqamətdə də bir çox işlər görülür, hansı ki, epikrizlərin, bültenlərin elektronlaşdırılması və bu məlumatların avtomatik qaydada Forma 8-ə inteqrasiyası məsələsi ilə bağlı ki, hansı ki, natamam doldurmaların verilməsinə kifayət qədər böyük təsir göstərəcək artıq bundan sonraki dövrdə. Və bu istiqamətdə həm təbib tərəfindən, həm biz tərəfindən bir çox işlər artıq görülüb. Siz bununla bağlı nə deyə bilərsiniz, Cavit müəllim? Və ümumiyyətlə, təbibdə vətəndaş məmnunluğunun təmin edilməsi, ortaya çıxan bu çətinliklərin, problemlərin aradan qaldırılması, xidmət keyfiyyətinin yüksəldilməsi üçün nə kimi işlər görülür? Rahim müəllim böyük hissə qeyd etdi, demək olar ki, yəni biz deyildiyi kimi, yəni qarşılıqlı olaraq vətəndaş məmnunluğunu yüksəltmək üçün, daima yəni bunun nəticəni əldə etmək üçün biz çalışırıq, təlimlər, tədbirlər keçirilir. Bir yerdə, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təbibin də bir yerdə, yəni yerli qurumlar qarşısında təlimlər keçirilir. Vətəndaşlara yanaşmanın, yəni obyektivləşmənin, daha çox yəni sənədləri belə deyək ki, vətəndaşları çox bir yerlərə yönləndirmədən, yəni daha dolğun şəkildə sənədləşmənin olması üçün, vətəndaşlara obyektiv yanaşılması üçün nə lazımdırsa, yəni bu şəkildə istiqamətlər verilir. Mütəmadi olaraq təşkil olunur, 2024-cü ildə təşkil olunub, inşallah ki, 2025-ci ildə də nəzərdə tutulur, yəni təşkil olunsun tədbirlər və vətəndaş məmnunluğu inşallah ki, yüksələr. Bəs, Cavit müəllim, bu Forma 88-i dolduran bilavasitə ilkin rəyi verən, həmin o həkimlərin bu proses barədə təlimatlandırılması, onlara təlimlərin keçirilməsi, bununla bağlı hansı işlər görülür? Onunla bağlı da dediyim kimi 2024-cü ildə biz bir yerdə təlimlər keçmişik. Xəstəxanalara göndəriş vermək hüququ olan tibb müəssisələrindən bütün yəni həkim məsləhət komissiyalarının tərkibi ilə bir yerdə biz orada Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə bir yerdə təlimlər keçirdik. O təlimlərdə yəni ətraflı surətdə izah olundu, qaranlıq qalan suallara aydınlıq gətirilir və slaydlarda yəni əksi çatışmazlıqlar nümayiş olunur, göstərilir ki, yəni necə olmalıdır yazılması və yaxud da göndərişlərin doldurulması necə olmalıdır, hansı məlumatlar yazılmalıdır, daha çox yəni orada qarşılıqlı bir diskussiya şəklində biz təlimləri keçirmişik. Lap yaxşı, çox gözəl. Rahim müəllim,
əlilliyin alınması ilə bağlı müraciət edən vətəndaş artıq bütün prosesdən keçib, bütün prosedurlardan keçib və cavabı necə öyrənir? Bəli, artıq Forma 8 sistemə daxil olunan halda vətəndaşa elektron qaydada Forma 8 rəsmiləşdirdiyi haqqında məlumat SMS bildirişi olaraq özünə göndərilir. Və yekun nəticə artıq qərar bizim tərəfimizdən də yoxlanılandan sonra vətəndaş haqqında müsbət və ya da mənfi qərar verildikdən sonra bu istər vətəndaşa aid olan e-sosial portalında öz əksini tapır, həmçinin vətəndaşa öz qeydiyyat göstərdiyi aktiv mobil nömrəsinə SMS şəklində bildiriş gedir. Amma bəzən SMS getmir bəzi vətəndaşlara ki, bəzən bizə də dost mərkəzlərinə müraciət edib bunu dəqiqləşdirmək istəyirlər ki, müraciət etmişdik, cavab yoxdur. Bu nədən baş verir? Bu bəzi hallarda formanın içərisində olan məlumatların da öz əksini tapmamalıdır. Bu yanlışlıq olur, nömrələrin yanlışlığı və s. ola bilər. Yanlışlıq demək, bəzi hallarda təkrar müraciət edən əlilliyi olan şəxslərdə köhnə nömrələri qeyd olunur və avtomatik sistem tərəfindən o nömrələrə SMS göndərilmə hallarını biz də şahid oluruq. Amma istənilən halda vətəndaş istər e-sosialdan məlumatla tanış ola bilər və yaxud da Nazirliyimizin 142 qaynar xəttinə müraciət edərək əlillik vəziyyəti haqqında məlumatı əldə edə bilər bu vaxtda. Bəs verilən qərarla razı deyilsə vətəndaş, yəni ona əlilliklə bağlı müraciətinə imtina cavabı gəlibsə və yaxud gözlədiyi dərəcədə əlillik təyin edilməyibsə, daha aşağı dərəcədə təyin edilibsə, bu halda vətəndaş nə etməlidir? Verilmiş qərardan narazı olduğu halda vətəndaş agentliyə müraciət edə bilər. Bu agentliyin rəsmi səhifəsində onlayn növbə götürmək üçün bizim müvafiq yerimiz var. Ora öz xəstəliyi üzrə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə gedir. Bəli, agentliyin rəsmi səhifəsindən onlayn növbə götürür və agentliyin Həkim Məsləhət Komissiyasının yerləşdiyi Bakı şəhəri Mir Mahmud Kazımovski 134 ünvanında ora yaxınlaşmaqla və özünü öz xəstəliyinə uyğun olaraq və öz tarixinə uyğun olaraq növbə götürür və belə olan halda yaxınlaşıb əyani müayinələrdən keçir. Həkim ekspertlər tərəfindən yenidən müayinə və yoxlanışlar olur orada, hansı ki xəstəlik sinifləri üzrə əyani müayinələrin məqsədi nədir və nə üçün yaranıb bu əyani müayinələr? Əgər təbib bu və ya digər diaqnozla bağlı məlumatları doldurursa, daxil edirsə bu sistemə və bu məlumatları agentliyin mütəxəssisləri qiymətləndirirlər və bu və ya digər qərar verə bilirlərsə, bu əlavə qiymətləndirmə nə üçündür? Bilirsiniz, əvvəlki dövrdə əlilliyin qiymətləndirməsi Nazirlər Kabinetinin 413 nömrəli qərarı ilə tənzimlənirdi və belə olan halda yalnız bir xəstəlik nəzərə alınırdı. Mövcud vəziyyətdə isə Forma 8 rəsmiləşdirən əsas diaqnoz və yanaşı diaqnoz məsələsi də gündəmdədir və belə olan halda əgər əsas diaqnozunda əlavə yanaşı diaqnozunda əlillik təsdiqlənirsə, bu mövcud vəziyyətdə təyin olunacağı əlillik faizinin üzərinə 10%-də artıq faiz gəlir. Və belə olan halda vətəndaş bəzi hallarda Forma 8-də hər hansı bir səbəbdən öz xəstəliyini ətraflı şəkildə izah eləmədiyi hallarda və artıq həkim müayinələri zamanı sırf bu bəzi hallarda əlillik almaq üçün olan müraciətlər olur, amma bəzi halda da deyil, Forma 8-in içərisində hansısa bir məlumatlarda öz əksini tapmadığı hallarda digər müayinələrə yönləndirilir və belə olan halda qərarın dəqiqləşməsi olur. Çünki bu bir növ əyani müayinədir və əyani müayinənin içərisində artıq verilmiş imtina qərarının təsdiq qərarının çevrilməsi hallarda olur. Və belə olan halda həkim əsaslandırılmış bir formada bütün müayinə nəticələrini o sənədin içərisində göstərməlidir. Çox gözəl. Və Cahit müəllim, yenidən növbəti sualı sizə ünvanlamaq istəyirəm. Biz bilirik ki, əslində təbibdə xidmət keyfiyyətinin yüksəldilməsi üçün müasir tələblərə, müasir tendensiyalara uyğun xidmətlərin təşkili üçün xeyli işlər görülür və müvafiq analizlər aparılır, araşdırmalar aparılır ki, xidmət keyfiyyəti yüksəldilsin. Bu təbiidir. Amma insan yaxşılığa daha tez öyrəşir, yaxşı dəyişikliklərə daha tez öyrəşir və daha çoxunu istəyir, daha yaxşı olmasını istəyir. Biz də bəzi, məsələn, inkişaf etmiş ölkələrin misalı olaraq bu ölkələrdə hətta bir düymə ilə əlillik alınması proseduru işləyir. Məsələn, bu və ya digər vətəndaş artıq əgər hesab edirsə ki, əlillik almaq hüququ var, onlayn internet üzərindən sadəcə olaraq öz vətəndaşlığını təsdiq edən məlumatları daxil edir və müraciət edir ki, mən əlillik almaq istəyirəm və heç yerə getmədən ona
ya müsbət cavab verilir, ya imtina cavab verilir. Nə üçün? Çünki artıq müəyyən bir baza var. Bütün ölkə vətəndaşları haqqında, bütün onların tibbi məlumatlarının toplandığı bir baza var və bu baza əsasında, bu bazadakı məlumatlar əsasında həmin vətəndaşa əlilliyin düşüb-düşmədiyi barədə qərar vermək olur. Bizdə belə bir sistem mümkündürmü? Biz bunu tətbiq edə bilərikmi gələcəkdə? Gələcəkdə inşallah ki, tətbiq edə bilərik. Bu istiqamətdə təbdə işlər aparılır. Reyestrlərin yaradılması istiqamətində, yəni müəyyən xəstəliklərin reyestrlərin yaradılması istiqamətində. Təbii ki, hal-hazırda yəni qısa zaman kəsiyində bu bütün xəstəliklər üçün mümkün deyil. Amma yəni bir sıra xəstəliklər üçün yaradılır ki, bu reyestrlərdə artıq Rahim müəllimin qeyd etdiyi kimi tibbi sosial ekspertizada qiymətləndirmə zamanı yəni heç bir tələb, yəni sənəd, müayinə sənədi, müayinə tələbi olmasın. Onlar dərhal reyestrdən çıxarışı görsün, eyni zamanda da təbliğ. Yəni əslində həkimə müraciət edib vətəndaş və həkim tərəfindən forma 88-in doldurulması əlavə artıq bir prosedur ola bilər bu halda. Çünki indiyə kimi onun uşaq vaxtından indiyə kimi olan dövr ərzində bütün tibb müəssisələrinə müraciət eləməkləri və bütün diaqnozlar, bütün məlumatlar hamısı bazada var və yenidən hər hansı bir analizin aparılmasına, yenidən hər hansı bir müayinənin aparılmasına heç ehtiyac yoxdur. Və bu məlumatlar əsasında qərar vermək olursa, qərar verilir. Bizdə bu mümkündürmü və bu məlumat bazasının formalaşması üçün hal-hazırda iş gedirmi? Yəni, tibb müəssisəsinə müraciət edən istər dövlət tibb müəssisələri olsun, istər özəl tibb müəssisələri olsun. Bura müraciət edən vətəndaşların məlumatları bir bazaya, vahid bazaya yönləndirilirmi? Yönləndirilir. Əvvəlcə belə qeyd edim ki, müayinələr, yəni manual əli yolu ilə daxil edilirdi. Qeydiyyatçılar tərəfindən göndərişə yazılarkən, amma hal-hazırda yəni müayinə sənədləri avtomatik olaraq artıq reyestrdən, yəni çıxarış olaraq daxil edilir. Bununla bu proses davam edir. Yəni yenidən reyestrlər formalaşdıqca, hər biri bazalara qoşulduqca, yəni çıxışlar mümkün olduğu təqdirdə hər bir xəstəliklər açıq-aşkar, yəni sənədləri görmək hüququ yaranacaq onlayn olaraq. Yəni orada artıq belə deyək ki, sənədlər hər hansı bir vətəndaşdan hər hansı bir sənəd tələb etmə və ya təkrar müayinəyə göndərmə kimi hallar o zaman ortadan qalxar. Təşəkkür edirəm. Rahim müəllim, Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həm də əlilliyi olan şəxslərə reabilitasiya xidmətləri göstərir. Bu barədə istərdim bizim tamaşaçılarımıza məlumat verək. Reabilitasiya dedikdə nə nəzərdə tutulur və reabilitasiya xidmətləri ilə təmin edilən vətəndaşların sayı, yəni miqyasını anlamaq üçün sayı təxminən nə qədərdir? Bildiyiniz kimi, agentliyin fəaliyyət istiqamətlərindən biri də reabilitasiya xidmətidir və ölkə üzrə 17 reabilitasiya mərkəzi artıq əlilliyi olan şəxslərimizə xidmət göstərir. Və burada yenə dediyim kimi 2024-cü ilin yanvar-dekabr ayları ərzində ümumilikdə 123 min şəxsə reabilitasiya xidməti göstərmişdir. Burada ən çox tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri daha çox üstünlük təşkil edir. Reabilitasiya dedikdə, yəni bu necə, yəni müalicədirmi və bunun effekti necə olur? Bu effekti ölçülürmü? Təbii ki, effekti ölçülür. Yəni bu bir növ əlilliyi olan şəxslərin müalicəsidir və dediyim kimi həm tibbi, həm də sosial-psixoloji vəziyyəti yaxşılaşdırma istiqamətində atılmış bir addımdır. Vətəndaş buradan yararlanmaq üçün ilk növbədə qeydiyyatda olduğu ərazi üzrə tibbi sosial ekspert komissiyasına yaxınlaşır və orada artıq növbəllik prinsipinə uyğun olaraq, özünə uyğun olaraq tarixdə və özünün istədiyi reabilitasiya mərkəzinə qeydiyyata düşür və bu formada müraciət edir artıq reabilitasiya mərkəzinə. Və reabilitasiya mərkəzinə qəbul zamanı artıq orada həkim komissiyası tərəfindən vətəndaş yoxlanılır, müayinə olunur və belə olan halda hər bir vətəndaş haqqında fərdi reabilitasiya formalaşır. Və növbəti sual bir qədər xoşagəlməz bir məsələ haqqındadır, amma eyni zamanda cəmiyyətimizdə kifayət qədər müzakirə olunan bir məsələdir və bu suala bizim bu verilişimizdə aydınlıq gətirilməsi məncə zəruridir.
Cavit müəllim, biz bilirik ki, bəzən xoşagəlməz ittihamlar səslənir. Həm Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ünvanına, həm təbibin ünvanına ki, haqqı olmayan insanlar bəzən əlillik alırlar və bəzən də haqqı olan əlillik əlamətləri olan insanlar əlillik ala bilmirlər. Bununla bağlı sizin fikriniz nədir və bu sahədə şəffaflığın artırılması üçün, bu sahədə ədalətin tam təmin edilməsi üçün nə işlər görə bilərik, nə etmək olar? Doğru deyirsiniz. Bu hissədə belə deyək ki, bu istiqamətdə çalışıb əldə etmək istədiyimiz, yəni nailiyyətlər daha da yaxşılaşdırmağa çalışırıq ki, yəni təmasları yaxınlaşdırırıq biz. Tibb müəssisələri ilə daimi təmasdayıq. Yəni onların bu barədə problemləri, çətinlikləri hər hansı bir şəkildə olmamağı üçün, yəni bizim vətəndaşlarla bağlı nə kimi çətinliklər varsa, yəni bildirsinlər, biz də öz dəstəyimizi göstərək onlara. Bəzi hallarda da yəni vətəndaşların şəxsi yanaşmaları burada rol oynayır. Vətəndaşlara göndəriş, hər hansı bir ixtisaslaşmış tibb müəssisəsinə müalicə üçün və ya müayinə üçün göndəriş verəndə onlar bundan hər hansı bir səbəbdən imtina edirlər. Yəni yaxınlaşmaq istəmirlər, getmək istəmirlər, sadəcə olduğu yerdə əlilliyin qiymətləndirməsini tələb edirlər. Bu da hal-hazırki vəziyyətdə, yəni tibb müəssisələrinin gücündə olmayan, belə deyək ki, yəni onların ixtisaslı olmadığı, yəni üçün bu mümkün deyil. Sırf ixtisaslaşmış müalicə tələb olunduğu halda, ixtisaslaşmış müayinə tələb olunduğu halda tibb müəssisələri bunu həyata keçirə bilmədikləri üçün bu vətəndaşlarda narazıçılığa səbəb verir, belə deyək ki, bəli, vətəndaşlar bununla bağlı öz fikirlərini müəyyən bir şəkildə ifadə edirlər. Burada bir qədər subyektivlik də var. Əlbəttə. Əslində subyektivlik biz bir qədər əvvəl həkimlərin mümkün subyektiv yanaşması haqqında danışdıq, amma subyektivlik təbii ki, bəzən vətəndaşlar tərəfindən də olur. Siz dediniz, bu kimi hallar və bəzən situasiyanın qaydalara uyğun riayət etməyin, qaydalara uyğun davranmağın zəruriliyini anlamamaq da olur və bununla bağlı sosial şəbəkələrdə, informasiya vasitələrində şikayətlər olur, amma etiraf edək ki, haqqlı olan vətəndaşlar da olur ki, bu situasiyalarda bu və ya digər səbəbdən sizinlə bağlı deyək ki, həkimlərdən bəzən şikayət edirlər. Bax, bu cür hallar, bu cür şikayətlər daxil olduqda təbibə bunun araşdırılması necə həyata keçirilir? İlk öncə, yəni təbibə 815 qaynar xəttinə bu barədə, yəni belə bir hallara rastlaşanda vətəndaşlar müraciət edirlər, etsinlər də. Yəni biz bu şəkildə ilk öncə araşdırmalarımızı aparırıq, tibb müəssisəsi ilə bu məsələləri aydınlaşdırırıq, vətəndaşla təması keçirik, aydınlaşdırırıq. Yəni qarşılıqlı olaraq burada qaranlıq heç bir məqam qalmasın. Hər hansı bir səbəb varsa, yəni bu səbəbi aradan qaldırmaq üçün özümüz fəaliyyət göstəririk və lazım olaraq da bütün dəstəkliyimizi veririk. Həm vətəndaşa, həm də tibb müəssisəsinə. Rahim müəllim, biz bilirik ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində də bu istiqamətdə işlər aparılır və xüsusən də əsassız əlillik hallarının qarşısının alınması, yəni əvvəlki dövrlərdə, belə deyək, daha çox Sovet dövründən hətta yalançı əlillik statusları alan vətəndaşların üzə çıxarılması və dövlət vəsaitini mənimsəməsi halları ilə bağlı mübarizə aparılır. Amma eyni zamanda biz bilirik ki, vətəndaşlar bəzən şikayət edirlər ki, onların əlillik almaq hüquqları var, haqqı var, amma əlillik ala bilmirlər. Bu məsələ də var. Bununla bağlı bu istiqamətdə hansı işlər həyata keçirirsiniz? Siz bu işləri necə icra edirsiniz? Həm yalançı, əsassız əlilliklərin qarşısının alınması, həm də dediyim bax bu cür halların araşdırılması. Aydındır. Çox sağ olun sualınız üçün. Aktual bir mövzudur və agentliyimizə də dəfələrlə bu mövzularla bağlı müraciətlər daxil olur.
Bildirmək istərdim ki, vətəndaşların köhnədən aparılmış 50 təyinatlarının, müddətli və ya da müddətsiz 50 təyinatlarının ekspert komissiyaların verdiyi qərarların şübhə altına alırsa əsaslılığını, belə olan halda bəzi hallarda yoxlamalar başlanıla bilər. Bu, daxili monitorinq şöbəsi tərəfindən aparılan araşdırma ola bilər və yaxud da kənar qurumlardan daxil olan sorğular əsasında və həmçinin vətəndaş şikayətləri əsasında başlanan bir araşdırma ola bilər. Belə olan halda araşdırma başlanılır və həqiqətən də vətəndaşın 50 təyinatının inzibati icraat haqqında qanun tələblərinə uyğun olaraq yoxlanılmasına ehtiyac yaranırsa və yaxud da vətəndaşın 50 təyinatında əsaslı şübhələr müəyyən olunursa, belə olan halda vətəndaş əyani müayinəyə dəvət olunur və inzibati icraat haqqında qanun 3.7 bəndinə əsasən vətəndaşın müəyyən müddət ərzində əyani müayinəyə cəlb olunması prosesi, müayinədə iştirak etmə prosesi və yekun nəticədə qərar verilmə prosesi olur. Əgər həqiqətən də vətəndaş 50 səviyyəsindədirsə, aparılmış 50 təyinatı qüvvədə saxlanılır. Yox, əgər hər hansı bir ağırlaşma və ya da yüngülləşmə varsa, bu haqda müvafiq dəyişikliklər aparılır. Mövcud vəziyyətdə bildiyiniz kimi, bayaqla qeyd etdiyimiz kimi müraciətlər elektron formada olur və həkimlərimiz də yalnız elektron formada daxil olmuş göndəriş əsasında qiymətləndirmə aparılır. Təəssüflər olsun ki, bəzi hallarda göndərişdə şişirdilmiş məlumatlarla rastlaşırıq və belə olan halda məcbur əsassız təyinatlar aparmış məcburiyyət yaranır. Və bu hallarla da bağlı qarşı qurumla, təbiblə müvafiq işlər aparılır. Bu, ən belə deyim, vacib olan məsələ elektronlaşmanın təminidir. Çünki vətəndaş haqqında bütün məlumatlar subyektiv deyil də elektron formada, format 8-in içərisində inteqrasiya olunduqdan sonra artıq bu məlumatları saxtalaşdırmaq çox çətin olacaq. Bəli. Bu, həm təbibin, həm də bizim işimizi kifayət qədər yüngülləşdirəcək belə olan halda. Təşəkkür edirəm və sonuncu bir sualı əlilliyi olan şəxslərə güzəştlər, dövlət imtiyazları, ödənişlər və s. bu haqda qısaca bir məlumat verək. Aydındır. Bu, agentliyin fəaliyyət istiqamətlərindən biri reabilitasiya vasitələrinin təminat məsələsidir və hansı ki, bu Nazirlər Kabinetinin 501 nömrəli qərarı ilə tənzimlənir. Və əvvəlki dövrlə müqayisədə hal-hazırda 2024-cü ilin cədvəlinə əsasən artıq reabilitasiya vasitələrinin təminat, yəni təmin olunan reabilitasiya vasitələrinin sayı artıq 130-a qaldırılmışdır. Və 2024-cü il ərzində 12.200 vətəndaşımıza artıq 97.000 reabilitasiya vasitəsilə təmin edilməli olub. 97.000 reabilitasiya vasitəsi təmin olunmuşdur, bəli. 130 siz reabilitasiya vasitəsinin növüdür, belə deyək. Bəli. Amma ümumilikdə 97.000 vətəndaşımıza, 12.200 vətəndaşımıza 97.000 reabilitasiya vasitəsi təmin olunub. 97.000 reabilitasiya vasitəsi. Bəli. Təşəkkür edirəm hər ikinizə maraqlı müzakirəyə görə və bizim sualları cavablandırdığınıza görə. Əminik ki, bu müzakirəmiz tamaşaçılarımız üçün də çox maraqlı oldu, çox maraqlı, faydalı məlumatları bölüşdük. Və bir daha bizim tamaşaçılarımıza da təşəkkür edirik ki, bizi izlədilər. Qonaqlarımızı təqdim etmək istəyirəm. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Departament Müdiri Rahim Hüseynov və Tibbi Ərazi Bölmələrini İdarə Etmə Birliyinin Böyük Məsləhətçisi Cavid Qədirli bugünkü suallarımızı cavablandırdılar. Biz də sizinlə sağollaşırıq. Burada müzakirəmiz yekunlaşır. Sağ olun, sağlıqla qalın.